Herkese salam, kanalıma hoş gəlmisiniz qızlar. Yeni vlogumuza başlayıram. Neçə gündür video çəkməmişəm. Sözün düzü vaxtım yox idi. Yoldaşımın doğum günü idi. Onun ilə başım qarışmışdı, qonaqlar filan. Bəzi kadrları qoyacağam axırda. Görəcəksiniz. İndi mağazaya getmişdim. Sözün düzü əvvəl bir iş danışığına getdim. Mən hələ ki Surba Bezopasnəsindən o bir zəngin cavabını gözləyirəm ki, nə deyəcəklər. Amma ki indi mən başqa bir işə görə getmişdim. Demək, bu iş tibb bacısına aiddir. Mən getdim və başa düşdüm ki, tam mənim üçün deyil. Çünki mən 12 il stajım var, amma mən işləməmişəm belə bir sahədə işləməmişəm. Mən işləmişəm körpə uşaqlarla, amma burada yaşlı insanlardır, onlara biz baxmalıyıq və onlar prolejli adamlardılar da, yəni uzanıblar. Onlara gigiyenasına baxmağa, təzyiqlərini ölçməyə, şəkərlərini ölçməyə, nə bilim, lazım olanda yemək pişirməyə, paltarlarını yumağa, pastellərini dəyişməyə hər gün hər xəstənin yanında 1 saat vaxt olmalıdır evlərinə getmək şərti ilə. Onun üçün də mən başa düşdüm ki, bu iş mənim üçün deyil. Çünki mən, inanırsınız, hər şeydən o qədər iyrənən insanam. Mən hələ, inanırsınız, xəstəlik taparam da elə bir işdə. Və ona görə də mən dərhal başa düşdüm ki, elə iş mənim üçün deyil. Elə o işi təklif edən qadın da anladı ki, mən o işə getməyəcəyəm. Dedim ki, mən sizə sonra zəng vuraram, если что. Düzdür, maaşı pis deyildi, amma mənə inanırsınız ki, o qədər maaş önəmli deyil, o qədər insanların, nə bilim, mən işə gedirəmsə, o demək deyil ki, mən tam, nə bilim, canımdan keçməliyəm, mən elə bir şey istəmirəm. Ona görə də mənim həyatda ən pis şey mənim iyrənməkdir də, yəni ki, mən onu eləyə bilməyəcəm. Nə bilim, kimsə sizə bağışlayın, pampersini dəyişmək. Sən belə yaşlı insanlar, mən elə bir sırada işləməmişəm. Ona görə də mən onu eləmək fikrimdə yoxdur. Belə. Oradan sonra mən gəldim, qızlar, mağazaya girdim. Əvvəl poçtaya getdim. Bəs Xavərin uşaq pulu üçün pasobiyasına görə dedilər ki, ayın 8-də gələrsən, amma bugün bizdə ayın 6-sıdır hələ. Ona görə də mən gəldim. Belə biraz yolda Severnerin yanından keçirdim. Belə yerimiz var, yoldaşımın uzaq qohumudur. Ondan biraz danışdıq. Oradan gəldim Parfüm Lider mağazasına. Orada bəzi özümə lazım olan şeyləri aldım. Sizə göstərəcəyim, nə almışam. Ondan sonra da gəldim Piçoriçkaya, mağazaya. Orada da bəzi şeyləri almışam və evə gəldim. Demək, qızlar, belə bir özümə kistочка almışam, makyaj eləməyə. Bu, demək, özümə əvvəla aldım skulptor highlighter aldım, yəni ki, gözün altını çəkməyə. Bu şeydə də korrektordur, yəni bilirsiniz. Sonra belə bir highlighter aldım. Bunun bir tərəfi ağdır, bir tərəfi korичневыйdır. Yəni skulları düzəltməyə. Sonra da bu ikinci korrektora, yəni skilka getmişdi. Ona görə də mən bunu götürdüm. 70% buna skilka oldu. Demək, adını deyim də sizə. Couverture, nə bilim, belə bir şeydir. Ya düzgün oxuyuramsa, Vivienne Sabon'undur bu. Bu Conky Color belə bir şeydir тоже. В общем, bunu da belə götürdüm. Sonra belə bir malinki kistочка almışam, qızlar. Bu kistочка bura qaşın korreksiyası üçündür. Bu da daramaq üçündür. Bilirsiniz bunları. Sonra həm də aptekə də girdim, yadıma gəldi. Aptekə də girdim, bəzi şeylər lazımdır, onları götürdüm. Aptekdən deməli qızlarını götürdüm. Bu janlı oturbidir. Oturbilər demək, həm çörək kimi də olur, bilirsiniz. Qum kimi də olur çörək pişirmə, dietik çörək və belə bir dietik çörək pişirmişəm, yüzde proçum. Onu göstərəcəyim sizə, videosu var, qoyacağım videonu burada görərsiniz. Amma bunu məsələn supa tökməyə, bunu kefirin içinə, qatığın içinə tökülmək olar, yəni belə bir şeydir. Buna görə bunu götürdüm. Sonra bu da istoçnik kletçatki. Belə bir şeydir, bu da Sibirskaya kletçatka. Bu da yəni ki 8 cür bunun içində demək
necə deyim sizə, indirimlər də var. 8 cür ingredient var. İnşallah deyəcəm. Dilimi sındıracağım burada. Və şeydir, asan idi əslində. Agostan düzəldilib. Təmizləyici bir rol oynayır bədəndə. Sonra belə bir vitamin götürdüm qızlar. İlk dəfədir. Deməyəcəm ki, mən həmişə bunu içmişəm. İlk dəfədir bunu götürürəm. Demək, lipovaya, какая-то lipovaya dedi mənə. Bu, inanın, indi açıq gözümlə baxmalıyam. Çünki mən bunu, orada yazılıb deyə mən bunu görmürəm. Mən bu açıqını geyinəndə yoldaşıma xoş gəlir. Bir yaraşır sənə. Tak, rus dilində yazılıb. Bu biologически aktivная добавkadır. Amma ki, alfa lipovaya kislota yazılıb üstündə. Dedi ki, bu mədə altı vəzini təmizləyici rol oynayır. İnsanda şirniyə qarşı iştahı azaldır. Ümumiyyətlə iştahı azaldır. Bilmirəm nə qədər doğrudursa. Mənə bunu dedilər. Əgər görsəm, oxuyacağım ki, nə edir. Amma mənə aptekçinin dediklərini mən sizə dedim qızlar. Sonra mən dedi ki, sən C vitamini içirsən. Dedim, mən ümumiyyətlə heç nə içmirəm. Bu, çoxdan almışdım xrom. Xromu içdim, gördüm ki, heç xeyri olmadı. Xrom bundan 3 qat bahadır. Mən xromu aldım, amma ki, heç xeyri olmadı. Bir butulkasını içdim. İkinci dəfə yenə də almışdım. Fikir verməmişdim ki, adno тоже da istəmirəm, bu açıqdan xoşum gəlmir. Məsələn, ona görə də mən onu ikinci dəfəsini heç inanın istifadə eləmədim. Onu desin, mən Madonna vermişdim, qızıma vermişdim. Belə. Sonra da piterkaya girdim qızlar. Bəzi şeyləri götürdüm. Burada özümə bir kolgotka götürdüm. Həmən sizə yadımdan çıxmışdı deməyə. Aynura xanımın qrupundayım artıq. Sizə çəkimi desəm, deyəcəksiniz ki, əvvəl yenə gəlib həmin çəkiyə çıxmışsam, 94 kilo 400 qram. Çıxmırdım tərəziyə, amma nəhayət ki, çıxdım. Çünki mənə lazım idi bu. Özümdən görürdüm təbii ki, mən kökəlmişəm, amma bu qədər də yox. İr yoxdur, düzələcək. 2 dənə başqa belə tvorq götürmüşəm bizlər. İkincisini göstərəcəm indi sizə. Kifayətli tvorqlar. Sonra, mən düzdür, buranın tvorqlarından xoşum gəlmir. Mən Azərbaycandakiləri sevdim, amma burada xoşum gəlmir, amma məcburam yiyim. 2 dənə belə daşıraq götürdüm xavərlə. Bilmirəm, əgər Nurlan istəsə gələcək, istəmirsə yeməyəcək. Çünki axşama balıqdır, xavər istəmir, sevmir balığı. Yoldaşımın ad günündə bişirmişdim, demək, 2 yekə balıq, farel. Heç bir yeyilmədi, çünki kabab var idi, qoyun ətindən, cücə ətindən, krılışqadan. Həm də evdə bişirmişdim, toyuq, kükü, plov, salat var idi, granat və braslet. Videonu qoyacağım, baxarsınız. Və ona görə də yeməklərimizin çoxu qaldı. Axşama da balıqdır, günortaya bir dənə balıq getdi, axşama da bir dənə balıq gedəcək. Mən axşama yeməyəcəm, aydın məsələdir. 2 başqa yumurta. Deməyim oydu ki, yəni xəbər ona görə balıq yemir deyə mən daşıra qaldım və bir də sosiska götürdüm. Halal, xalif. Çünki uşaq yemir deyə, indi gələcək aşqabın kutusu. Plovu da var idi, plov var, onu yemir, istəmir. Amma ki, şeydir, pul da var, pul da vardı məktəbə gedəndə. Bilmirəm, gözünə nəsə alar, almaz, onun özü içidir. Bu kefir almışam, qızlar evdə var idi kefir, amma yenə almışam kefir, yumurta və toyuq əti var xaladenikimdə. Sabah mən detoks eləyəcəyəm. Qrupda detoksdur sabah. Aynura xanımı dedim bu dəfə ki, mən elə bir qrupa qatın ki, burada belə apşitiyeli qızlar çox olsun. Çünki darıxdırıcı qrupda həqiqətən insana maraqlı olmur. Nə deyim, xoşum gəlmir elə sıxıcı qrupdan. Və mən də elə səni bir qrupa qatacağam, orada Rusiyadan qızlar çoxdur. Mənə sözün düzü, Rusiyadan olanlar çox da, nə bilim, maraqlı deyil. Mən Azərbaycandakiləri çox sevirəm, düzün deyirəm. Bir ədəd çörək, bu broşsuz çörəkdir, amma yoldaşım üçün almışam qara çörək. Mənim öz çörəyim var. Bunu özümə aldım qızlar, proteinli, şəkərsiz, deməli, festaşkalı batoncikdir, pirojnkaya, belə. Sonra 3 ədəd belə armud götürmüşəm. Mən istəyirəm bu armudu duza qoyum. Nəyə görə? Çünki
Orada pəncərə qabağında mən əzgil qoymuşam duza, duzlamışam. Bunu da içinə atacağam və bir yerdə qəşəng də tutacaqlar. Sonra bir də belə xurma götürdüm və salam. Ya kızlar, bunların hamısına hardasa 4000 kadar çıxdı hardasa. No, deyim də, məndə 2000 var idi. Yox, məncə çox çıxdı. Məndə 2000 var idi. Və həmin 2000 məndədir. 5000 o çıxdı məndən. 100 manat. 100 manat çıxdı. Ama yenə də yaxşıdır. Çünki mən belə hesab edirəm ki, mən çox şeylər götürdüm. Və vitamin də işte içində. Bu vitamini kızlar gündə bir dəfə içirlər. Səhərlər günü bir dəfə. Mənə aptekçi belə dedi və bunun kursu da hardasa bilmədim, axıra qoydum bunu. 90 gün dedi, neçə gün dedi. O şey 3 aylıqdır da, yəni ki, içində əgər 90 ədəd kapsulu varsa, yox, burada məncə 90 deyil, 60'dır. Mənə elə gəlir ki, bu 2 aylıqdır bu kompleks. Bəli, 2 aylıqdır. Çox ümid edirəm ki, bunu xeyrini görəcəyim qızlar. Ümumiyyətlə mənə vitamin lazımdır. Həm də rıxlarıma görə, saçlarıma görə. Mən əsasən gözə görə istəyirdim. Amma hələ ki, buna hələ meyil verməmişəm. Belə. Amma nəsə deyirdim. Hə, Madonna mənə şampun almışdı. Mən sizə göstərmişdim də onu qızlar. Oradan pul göndərmişdim Ronaldo ad günümdə. İnanın ki, o kadar güzel şampundu. Hem saçlarıma bile şokalı isti eləyir, görürəm də. Hem de kızlar o kadar saçım çok tökülürdü ki. İndi həqiqətən də çox azalıb. Tökülmə çox azalıb. Ona görə də mən onu götürürəm, içəridə qoyuram. Çünki kişilər onu istifadə edəcək, bağını çatlayacaq. O da çox da ucuz deyil. Hardasa 25 manatdır. Manatını deyirəm. Çünki mən Azərbaycandan da baxanlar çox güzel. Belə. Bunlar durun yerbəyir eləyim. Axşama yeməyim var. Mən artıq dünən də yemək pişirməmişəm, bugün də yemək pişirməmişəm. Mən qadına yazdım, kadına keçən işdən soruşdum ondan ki, nəsə Suvre Bezopasnasından xəbər var. Dedi, gözləyirik, sakitçilikdir. Dedim, yaxşı. Mən ondan əlavə daha iş axtarmamışam. Çünki o iş mənə tam uyğun idi. Amma bugünkü iş, inanın məni məndən aldı. Mən getdim, mən heç getmək istəmirdim. Sözün düzü, yoldaşım dedi ki, sənin öz demək sənətinə uyğun bir işdir. Sən niyə gedib harda sənəsi təmizləyəsən, gedib öz işinlə məşğul olarsan da, yəni kiçik tibb bacısı. Amma ki, mən düşünürəm hələ ondansa, mən o işi gedim hardasa hansısa bir kabineti silim, təmizləyim, çim gedib kiminsə, nə bilim, bağışlayayım məni, zibilini təmizləmək, mənə gəlir ki, ondan qat-qat yuxarıdır, yaxşıdır. Belə qızlar. Ben işte almamışam, yəni sumkama baxıram ki, nəsə yadımdan çıxıb görəmirəm. Hə, mənim kaşluğumdakı pullar hamısı burada dağılıb. Xəbərim də olmayıb, heç görəm, baxıram indi. Sumkam hamısı miyelçdir. Mən gedəndə öz sənədlərimi də götürmüşdüm. Öz Trudavoy knижkamı götürmüşdüm qızlar. Sonra öz təhsil haqqında diplomumu götürmüşdüm. Onlar inanırsınız ki, частный organizasiyadılar deyə bunlara heç məhəl də vermədilər. Elə bil ki, onlara sidelka lazım idi. Sözün düzünü hissə deyirəm. Orada tibbacılığı söhbəti yox idi. Orada sidelka. Mənim orada işim, ladna, saxarı izmirać eləmək, davleniyanı izmirać eləmək. Mən başa düşürəm, amma mən gedib kiminsə evində ona yemək bişirim. Kiminsə gedib, nə bilim, paltarlarını dəyişim, maşına atım, kiminsə çimizdirim. Ümumiyyətlə, mənim ağlıma heç belə şey yerləşməz, mən belə şey düşünmək istəmirəm. Mən o qədər də iş günlərdən gedən insan deyiləm. Yoldaşıma deyəndə, yoldaşım bir bırax başını deyir, bu nədir, nə danışırlar. Dedim, elə mən də belə düşünürəm, gedək evimizə. Həm də ki, bilirsiniz nədir qızlar? Burada staj məsələsi də yoxdur ya, stajlıq burada iş yoxdur ümumiyyətlə. Nə burada ofitsialni bir trudostroystvo var, nə burada bir staj gedir, heç nə. Sadəcə işləyirsən, hər bir saatını 10 manat, yəni manatla deyirəm, 500 rubleye, indi biraz da azdır, çünki doların kursu qalxıb yenə. Demək 10 manata 1 saat.
Bu bir saat ərzində mən nə istifadət eləyəcəyəm, eləməsəm bu da mənim vicdanıma qalır ki, mən orada qalıb doполнительно nəsə eləməliyəm. Mən özümü tanıdığımı bilirəm ki, mən əgər o bir saat ərzində istifadət eləməsəm, mən qalacağam orada axşama kimi həmin 10 manata görə. Ona görə də mənlik deyil. Belə. Gün ərzində dedi, sənin öz məhəlləndə olacaq. Gün ərzində 5 nəfərin evinə gedə bilərsən, onlara baxmağa dedim. Yaxşı dedim. Yaxşı, başa düşdüm sizi. O da anladı ki, bu mənlik deyil. Nəsə, nə bilim qızlar, Allah heç kəsə möhtac eləməsin. Düzdür, o qızlar, o insanların da qayğı ehtiyacı var. Amma ki, onlara yəqin ki, onlara uyğun tam insanlar tapırlar, onlara xidmət eləməyi bacaracaqlar. Amma bu iş mənim üçün deyil qətiyyən. Belə. Haber gözlüylə mənim məktəbdən gələcək. Demək, bizdə qosusluq mən girdim, qiymətlərə baxırdım, dərslərin mövzularına baxırdım. İndi tam oraya girə bilmirəm. Deyirlər ki, nəsə orada zvoy gedir. Bax, görə indi dəyişikliklər olacaq. Biraz buna məşğul olun, biraz baxım dokumentlərdə, əgər hər şey yerindədirsə saytda. Əgər yoxsa, demək, orada nəsə düzgünlük el vermək lazımdır ki, uşağın tapşırıqlarını görün. Düzdür, adi dnevliyi də var. Hər uşaqlarda dil yoxdur məktəbdə, amma bizim varımızdır. O da dərslərini oraya yazıram. Mən onun qiymətlərini də görmək istəyirəm. Ümumiyyətlə, semestrin qiymətlərini, məsələn, 1-ci trimestr, 2-ci trimestr, 3-cü. Birincisini görmüşəm. Düzdür, məni çox da qane eləmədi. Çünki Xəbər ondan yaxşı bacarır, ondan yaxşı oxumağı bacarır. Biraz planşetdə başı qarışmışdı deyə artıq onu eləmirik. Artıq qiymətlərini düzəldir. Çox şükür Allaha. Amma sizə deyim ki, Bakıdan da qiymətləri yaxşıdır, düzəlib. Biraz da yaxşı oxuyur indi. Belə qızlar. Nəsə, başınızı ağrıtmayın. Lazım olar, arada nəsə çəkəcəm. Amma orada videonun dalında əlavə videolarım da var. Onları əlavə eləyəcəm. Qızlar, sizə dediyim əzgil duza qoymuşam. Bu da əzgil. Belə. Hələ ki 3 gündür qalıb, baxıram dadına necədir. Havalar da ki tam artıq qışdır. Ümumiyyətlə bundan sonra yaxşı bir, hava gözəldir sizə deyim, 5 dərəcədir. Amma 2 günə hardasa 24 dərəcə gəlib çatacaq şaxta. Amma hələ ki yaxşıdır, min şükür Allaha, 5 dərəcə çox gözəldir. Mən bugün hardasa 5000 addım yeridim piyada. Çətin deyirəm, düzdür. Çünki sürüşür insanın ayağı. Həqiqətən də mən sürüşdüm. Evin qabağında az qalmışdı dəyim yerə. Oradakı yerə dəysəm, mən boyda insan travmalı olacağım da ondan qorxuram. Amma mənə hər gün addım lazımdır. Bugün şükür Allaha diyetamı tam normal eləmişəm qızlar. Amma 3 gündür qatılmışdım. Birinci günü yüngülvari elədim. İkinci günü yoldaşımın ad günü idi, heç nə eləmədim. Üçüncü gün ümumiyyətlə dünən qatıb qarışdırmışam. Bugün 4-cü gündür. Bugün şükür Allaha ki tam doğru düzgün eləmişəm hər şeyi. Və aclıq hissim də yoxdur. Su içirəm bolca. İnşallah ki yaxşı olar və düşünürəm ki hər gün tərəziyə çıxım. Çünki tərəziyə çıxmadığım müddətdə mən özümü çox rahat hiss edirəm və əlimə keçəni yeyirəm. Düzün deyirəm sizə. Belə. Qızlar, inanın o qədər öyrəşmişəm mən bu möhtəşəm yüz ilə baxmağa. İnanın elə bir gün olmur da mən buna baxmayım. Əgər gündüzlər vaxtım olmayanda axşamlar yoldaşım yatandan sonra mən baxıram. Amma bir gün baxmalıyam. Düzdür, arada Həlifə də baxıram, sahibsizlərə də baxıram, amma buna gündəlik baxmalıyam da. Təkrarım baxıram, amma çox şeyləri yenidən görmək, belə, nə bilim, insana, toşdur yenidən görmək. Təkrarım baxıram, amma ki, elə bir ilk dəfə görməmişəm, bunları dərk eləməmişəm, təzədən baxıram. Çox maraqlıdır, həqiqətən də çox həyatı bir serialdır, çox maraqlıdır. Amma əvvəllər o biri də var idi, televizyada indi yoxdur. Kösem, onun imperiyası idi də, imperiya Kösem. O da o yoxdur indi burada. Onu elə bir götürüblər. Bir də ki, Osmanlı kinosunu da götürüblər. Quruluş Asman. Asnovaniya, rus dilində gedir. Asnovaniya, Asman. Onu da götürüblər, televiziyadan yoxdur. Yəqin nəsə bir prinsipalnisi var da bunlarda. Onu götürüblər. Belə. Nəsə qızlar, mən baxım serialıma, sizə də gözəl günlər arzu edirəm. İnşallah ki, kim kanalıma abunə deyilsə, xahiş edirəm, abunə olun. Xahiş edirəm, dəstəkləyin kanalımı. Bu kanal böyüsün. Təşəkkür edirəm hamınıza. Sağ olun.
Все, за что-то любили Евдокимова поклонники, он подсмотрел и услышал в родной деревне Верховское. Отец с матерью даже не думали, что их Мишка станет известным юмористом. И в душе его всегда жила песня. Ну, концерт для родителей, мы своими силами, значит, ребятишками собрались, значит, кто что умеет. Шашлычок и Вову еще придет. Причем